Salam, xoş gördük sizi. Türkəs TV-dən narahat edirik. Metronun və avtobusun qalxması barəsində öz fikrinizi bildirin də, zəhmət olmasa. Valla çok pis. Onsuz da əhali çok pis yapıyor. İnden böyle yapılır bir şey görmüyor. Azı sağma çarpıntısı da yapıyor. Çok pis, çok kıskanç. İşləmirsiniz siz bir yerdə? Yok, hiçbir yerlik satmıyor. Pensiya da almışsınız? Yok, hiçbir yerlik satmıyor. Hükümetten bir kömür aldım. Almışsınız. Vallahi. Oldu. 53 yaşım var yok. Necə? 53 yaşım var bir kömür aldım. Aldım, işte yoktu. Neçə ildir işləmirsiniz? Böyle yoktuk iş, ben arı işleyim, yoktuk. Salam, xoş gördük sizi. Özünüzü təqdim edin. Abdullayev oturam. Aha, lap yaxşı. Avtobusun və metronun qalxması barəsində öz fikirlərinizi bildirərdiniz də. Fikirlərimiz nə olar bizim? Maaşlar azdır, pensiyalar aşağıdır. Yəni indi söz vardı ki, imtiyazlar olacaq pensiyanerlər üçün. Pensiyanerlər üçün çətindir. Məsələn, polisiyaya gedirik, xəstəxanaya, poliklinikaya gedirik, avtobusdan istifadə edirik. Bizim üçün çətindir, bizim pensiyanerlər üçün. Bir tələbələr üçün var dedik. Ola olsa, birazcık iş olarlar. Yəni, devletimiz bunu mümkün eləsin, tələbələr, pensiyanerlər üçün. Yəni, yaxşı olar. Amma belə